Əgər Tehranla nüvə proqramı üzrə razılıq əldə olunmasa, Birləşmiş Ştatlar İrana maksimal təzyiq göstərəcək və bu ölkənin neft ixracını tamamilə dayandıracaq. Bu fikirləri Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Ər-Riyadda keçirilən Səudiyyə ABŞ investisiya forumunda çıxışı zamanı səsləndirib. İranla razılaşma əldə etmək istəyirəm. Əgər buna nail olsam, çox sevinərəm. Bu halda regionunuz və bütövlükdə dünya daha təhlükəsiz yerə çevriləcək. Lakin İran rəhbərliyi bu sülh təklifini rədd etsə və qonşularına qarşı təcavüzü davam etdirsə, bizə yalnız bir yol qalır. Əvvəllər etdiyim kimi İrana qarşı kəskin təzyiqlər tətbiq edib, neft ixracını sıfıra endirmək deyə Trump vurğulayıb. ABŞ lideri əlavə edib ki, onun administrasiyası İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Trump həmçinin çıxışı zamanı Suriyaya qarşı tətbiq edilən sanksiyalara da toxunub. Stat, dövlət katibi Marco Rubio'nun bu həftənin sonunda Türkiyədə Suriyanın yeni xarici işlər naziri Əsəd Əşşibani ilə görüşəcəyini elan etməkdən çox məmnunam. Ən önəmlisi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Saud, eləcə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə etdikdən sonra Suriyaya qarşı sanksiyaların dayandırılmasına tapşırıq verəcəyəm. Onlara sülhə nail olmaq şansı vermək lazımdır. Statın sonu. Trump sonunda Suriyanın yeni hökumətinin ölkədə vəziyyəti sabitləşdirəcəyinə ümid etdiyini vurğulayıb.